Bugünkü mövzumuz Qız Qalası olacaq. Qeyd götürməklə mətn oxuyun. Azərbaycan qədim tarixi abidələrlə zəngindir. Bunlar arasında ən məşhur ölkənin simvollarından biri olan Qız Qalasıdır. Deməli, ölkənin qeyd götürmək, yəni kənarda özün üçün qeyd edirsən. Yadda saxlamaq üçün. Qız Qalası Bakı dənizinin ərazisində yerləşir. Bakıda dənizə yaxın ərazidə yerləşir. Dənizə yaxın yerləşir. Qalanın hündürlüyü nə qədərdir? 28 metr. Qalanın hündürlüyü 28 metrdir. Qala 8 mərtəbədən ibarətdir. 8 mərtəbə. Qız Qalası sirli abidədir. Onunla bağlı bir sıra sualların dəqiq cavabı hələ də yoxdur. Məsələn, dairəvi qalaya bitişik enli divar haqqında müxtəlif fikirlər var. Bəzi alimlər onu tiklik üçün dayaq hesab edir. Dayaqdır. Bəziləri gizli xəzinə yeri olduğunu düşünür. Deməli, iki dənə burada fikir var. Özü üçün dayaq hesab edilir və xəzinə yeri olur. Divarın üzərindəki bir yazıya görə qala 12-ci əsrə aiddir. Neçənci əsrə aiddir? 12-ci əsr. Özünüz üçün qeyd edirsiniz. Əsrə aiddir. Lakin qalanın 3000 yaşı olduğunu deyənlər də var. Qız Qalasının əvvəl atəşpərəstlərin məbədi kimi tikildiyi, sonra müdafiə məqsədi ilə istifadə edildiyi güman edilir. Qız Qalası dünyanın qorunan abidələr sırasına daxildir. Atəşpərəstlik nə deməkdir? O da inanan, onu müqəddəs sayan insan sayılır. Mətnə bizim bitkin hissələr verməyimizi istəyir. Gəlin baxaq. Biz burada abzasları, hər abzasa deməli, birinci abzas, ikinci abzas, üçüncü abzas, dördüncü abzas, 5 abzasdan ibarətdir. Hər abzasa biz bir ad verəcəyik. Tapşırıq B-ni mən burada bu cür şəkildə yazdım. Birinci abzasa verdim Azərbaycan tarixi abidələrindən biri və yaxud da Qız Qalası haqqında yaza bilərsiniz. İkinci yaza bilərsiniz ki, harada yerləşir, yəni ərazisi harada yerləşir və yaxud da onun haqqında qısa məlumat, Qız Qalası haqqında, Qız Qalası abidəsi haqqında məlumat da yaza bilərsiniz. Üçüncü abzas Qız Qalası haqqında hansı fərziyyələr var, yəni nə üçün tikilibdir? Və yaxud da bunu yaza bilərsiniz. Üçüncü, nə üçün tikilibdir? 4. Nə vaxt tikilib, yəni neçənci? Və yaxud da nə vaxt tikilib, yəni neçənci əsrə aiddir? Belə bir sual verə bilərsiniz. 5-ci isə nə məqsədlə tikilibdir? Müdafiə məqsədi ilə tikilibdir. Yəni müxtəlif, burada başlıqlar dəyişə bilər. Yarım başlıqlar necə olurdu? Söz birləşmələri və yaxud da sual cümləsi şəklində olurdu. Mən tapşırıq B-ni qeyd elədim. Deyir ki, aşağıdakı məlumatların fakt yoxsa mülahizə olduğunu müəyyən edin. Qız Qalasının hündürlüyü 28 metrdir. Faktdır. Kitabda var. 8 mərtəbədən ibarətdir. Faktdır. Dairəvi qalaya bitişik enli divar dayaq rolunu oynayır. Bu, biz bilmirik hələ, mülahizədir, fikri təsdiqini tapmayıbdır. Yəni, mətndə var, amma dəqiq təsdiqini tapmayıb, bilinmir hələ. Qız Qalası, deməli, Qız Qalası 12-ci əsrin abidəsi. Baxın, burada deyirdi ki, 12-ci əsr aid, sonra deyir 3000 il yaşı var. Yəni, yenə də bu öz təsdiqini tapmayıb. Bu da mülahizədir. Hmm, 3000 il yaşı olması da yenə də mülahizədir. Qız Qalası atəşpərəstlərin müqəddəs yeri olubdur. Yəni, bu da bəzi yerlərdə deyirlər məbəd kimi istifadə olunub. Bəzi yerlərdə deyirlər müdafiə məqsədi ilə tikilib. Yəni, hələ təsdiqini tapmıyor. Bu da mülahizədir. Bizdən nə istəyir? Mətndə faktlardan istifadə etməklə Qız Qalası haqqında yaddaş xəritəsi qurun. Gəlin quraq. Tapşırıq C. Belə yazaq Qız Qalası. Neçənci əsrə aid? 12-ci əsrə. Əsrə aid idi. 3000 il yaşı var. İl yaşı vardı. Sonra
28 metr hündürlüyü var. Sonra 8 mərtəbədən ibarətdir. Digər məlumatlara keçək. Biz onun nə haqqında deməli məbəd kimi istifadə olunub, məbəd. Sonra necə istifadə olunubdu? Məbəd kimi istifadə olunubdu. Müdafiə məqsədi ilə tikilib. Müdafiə məqsədi ilə. Sonra o dairəvi divar haqqında da məlumat var idi ki, nədir? Bir yerləşməsini də yaza bilərik. Xəzərdən Bakıda yerləşir. Xəzər dənizinə yaxındır. Xəzər balaca ilə yazdıq. Sahilində yerləşir. Məndə burada yer çatmır yazmağa. Siz əlavələrinizdə edə bilərsiniz. Yəni mətndə yadınızda qalan sözləri, yerləri o qeyd götürməklə eləmişdik. Həmin o qeydləri qeyd edirsiniz. Keçək iş dəftərinə. Deməli bizdən burada nə istəyir? Qarşısında qeyd et və suala cavablanır. Yurdun xilası üçün ağsaqqal kimdən kömək istədi? Bu Odlar qızı mətninə aiddir. Odlar qızı mətninə aiddir. O kimdən kömək istədi? Yurdun xilası üçün. Od tanrısından kömək istədi. Qız qalası neçə mərtəbədən ibarətdir? Bu Qız qalasının özünə indi oxuduğumuz hal-hazırki mətnə aiddir. Qız qalası 8 mərtəbədən ibarətdir. Qalayı bitişik eyni divar haqqında hansı fikirlər razısınız? Bu indi hal-hazırda oxuduğumuz mətndir. Qalaya bitişik eyni divar haqqında hansı fikirlər razısınız? Məncə bu özümün şəxsi fikrini soruşur. Öz yanaşmamı deməlisən. Mənə görə dayaq rolunu oynayıbdı. Yəni siz xəzinə də yazsınız olar. Yəni bu səhv olmayacaq. Öz fikrinizi soruşur. Deyir ki, şəhər düşməndən necə xilas olub? Bu Odlar qızının mətninə aiddir. Odlar qızı düşməni məğlub etdi. Gəlin baxaq. İndi buna uyğun olaraq yazacağıq. Bədii mətin Odlar qızıdır. Yəni biri bura yazacağıq. Mən rəqəmlərini yazacağım. Siz özünüz yazarsınız. Möcüzəli əhvalat var. Bura aiddir. Faktların sayı çoxdur. Fakt varsa Qız qalasına aiddir. Bura aiddir. Obrazlar Odlar qızında obraz var idi. İnformativ mətin Qız qalasıdır. Qalanın geniş təsviri var. Bu da Qız qalasına aiddir. Bu tərəfdəkilər bədii, bu tərəfdəkilər isə nədir? Qız qalasına aiddir. Bu elmi mətindir, bu bədii mətindir. Qeyd edirsiniz bu cür şəkildə.